haqqi. Və burada çox maraqlı bir ifadə işlədir. İbn Sina buyurur ki, həqiqi arif Allahdan başqa hər şeyə qarşı bir növ təkəbbürlü olar. Burada təkəbbür, dostlar, negativ mənada işləmir, pis mənada işləmir, özünü yuxarı görmək mənasında, digərlərindən üstün görmək mənasında işləmir. Xeyr, sadəcə olaraq özünü onlardan dəyərli hiss edir. Özünü onlardan qiymətli hiss edir və onları, həmin nemətləri, dünya nemətlərini Allahın müqabilində çox kiçik görür. Aydındır, burada İbn Sina deyəndə ki, arif Allahdan başqa hər şeyə təkəbbürlü davranar. Burada təkəbbürdən məqsəd o negativ xüsusiyyət deyil. Xeyr, burada təkəbbürdən məqsəd budur ki, arif öz dəyərini bilən şəxsdir, öz qiymətini bilən şəxsdir. O, Allahdan başqa heç nəyə razı olmaz və özünü, öz dəyərini bildiyi üçün Allahın yer üzərində ən kamil təcəllası olduğunu bildiyi üçün o heç vaxt özündən daha dəyərsiz olan şeylərə baş qoşmaz və onların içərisində itib batmaz. Zehni, fikri, düşüncəsi həmin nemətlərə, o nemətlərin içərisində itib batmaz. Ona görə arifdə belə bir duruş da var. O neynir? O şeylərə qarşı bir növ öz qiymətini bilir.